Ben beynəlxalq maliyyə sistemi və maliyyə üslarıdır. Növbəti mövzumuz dövlət maliyyə nəzarəti haftadır. Plana maliyyə nəzarətinin mahiyyəti, zəruriliyi daxil olunubdur. Maliyyə nəzarətinin obyektləri və subyektləri daxil edilibdir. Maliyyə nəzarətinin təsirləşdirilməsi, maliyyə nəzarəti həyata keçirən orqanlar haqqında məlumatlar plan hissəyə daxil edilibdir. Birinci növbədə mahiyyət haqqında, zəruriyyət haqqında məlumat verim. Maliyyə nəzarəti bütün iqtisadi subyektlər, dövlət, müəssisə, təşkilatların üzərində qanunverici, icraedici hakimiyyət orqanlarının nəzarətidir. Maliyyə nəzarəti o zaman deyəndə xüsusi forma və üsul tətbiq edilməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə vəsait fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanılması məcburiyyətidir. Təşkili prinsiplərinə baxanda, maliyyə nəzarətinin təşkili prinsiplərinə baxanda aşağıdakı kimidir. Maliyyə nəzarətinin tam aşkarlıq şərait həyata keçirilməsi, gələcəkdə baş verə biləcək qanuna zidd hadisələrin alınması, təftişin əhatəliliyi, yəni yoxlamanın, nəzarətin demokratik əsaslarda həyata keçirilməsi. Şərti olaraq maliyyə nəzarətinin planlaşdırılması aşağıdakı mərhələlərə bölmək olar. İlkin planlaşdırmaya burada daxildir. Bu mərhələdə ilkin yoxlamanın aparılması şərtləri, yoxlayan şəxsin vəzifəsi, yoxlama aparılan təsərrüfat subyektləri haqqında məlumatların toplanması, nöqsanların ciddiliyinə biznes və təsərrüfat daxili riskə qiymət vermək də bura aid edilir. Maliyyə nəzarəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir. Maliyyə vəsaitlərinə olan tələbatlar vəsaitlərin formalaşdırılması arasında tarazlığın təmin edilməsinə kömək etmək. İkinci, dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında təmin edilməsi. Daha sonra müəssisə və təşkilatlarda pul vəsaitlərinin səmərəli istifadə olunmasına, uçot və hesabat işlərinin düzgün aparılmasına kömək etmək. Və növbəti müəssisələrdə xarici iqtisadi fəaliyyətində yüksək faydalığa nail olmasına kömək etmək də bura daxildir. İkinci plan üzrə məsələyə aiddir. Maliyyə nəzarəti obyektləri və subyektləridir. Nəzarət sistemini bir neçə qrupa ayırmaq olar. İdarə edən subyektlər, nəzarət həyata keçirən subyektlər, idarə olunan subyektlər hissəsindən ibarətdir. İştirak dərəcəsinə görə idarəetmədə aşağıdakı idarəetmə subyektləri mövcuddur. Bilavasitə idarə edənlər, təşkilinliklə, təmsilçi vasitəsilə idarə edənlər. Tərkibinə görə ifadə edən subyektlər belə qruplaşdırılır: vahid rəhbərlik, kollegial rəhbərlik, nəzarətçi subyektləri. Təşkil olunduğu əsasa görə nəzarətçi orqanlara aşağıdakılar aid edilir: Dövlət Konstitusiyası əsasında yaradılmış Hesablama Palatası, qanuna və digər qanunverici aktlara əsasında yaradılan Dövlət Vergi Xidməti, sığorta nəzarəti, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılanlar, daxili sərəncam sənədlərinə əsasən yaradılanlar, yəni daxili audit xidməti də, təftiş şöbələri də bura aid edilir. Nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə aşağıdakı nəzarət subyektlərinin qrupu müəyyən olunur. Normativ aktın tələbinə görə təşkil olunanlar, Hesablama Palatası, kommersiya banklarının daxili nəzarət bölmələri bura aiddir. İdarəetmə subyektinin təşəbbüsü ilə yaradılanlar, yəni daxili nəzarət bölmələri, yaxud səhmdar cəmiyyətin daxili təftiş bölmələri bura aiddir. Və 3, öz təşəbbüsü ilə yaradılanlar, yəni auditor qurumları. Ərazi təşkilat səviyyəsinə görə ayırd edilən nəzarət subyektləri bir neçə hissəyə bölünür. Beynəlxalq səviyyədə yaradılanlar, dövlət səviyyəsində yaradılan, regional səviyyədə yaradılan, ayrıca müəssisə və təşkilat qurumunda yaradılanlar. Maliyyələşmə mənbəyinə görə aşağıdakı idarəetmə subyektlərinin ayırd edilir. Büdcə hesabına maliyyələşdirilənlər, yəni maliyyələşənlərə aiddir dövlət və yerli nəzarət orqanları,
Sahibkarlıq fəaliyyəti hesabına maliyyələşənlərə aiddir. Auditor təşkilatları təsdiqçi hesabına maliyyələşənlərə aiddir. Daxili və e, daxili audit xidməti müxtəlif mənbələr hesabına maliyyələşənlərə ictimai nəzarət orqanları aid edilir. Maliyyə nəzarəti yerinə yetirən subyektlərin hüquqi statusuna görə aşağıdakı maliyyə nəzarəti növünü aid edirlər. Dövlət və bələdiyyə nəzarəti, kommersiya, təsərrüfat daxili nəzarət, bir də ictimai. Üçüncü planda maliyyə nəzarətinin təsdiqləşdirilməsindən söhbət gedir. Mülkiyyət formasına görə dövlət maliyyə nəzarəti və qeyri-dövlət maliyyə nəzarətdə bölünür. Maliyyə nəzarəti mülkiyyət formasına görə təsdiqləşdirilərdə dövlət maliyyə nəzarətinə, qeyri-dövlət maliyyə nəzarətinə bölünür. Qeyri-dövlət maliyyə nəzarətinə aiddir ictimai nəzarət, auditor nəzarəti, təsərrüfat daxili nəzarət aid edilir. Həyata keçirilmə vaxtına görə ilkin nəzarət, cari nəzarət, daha sonra informasiya təmin olunması növünə görə nəzarət, sənədli faktlar əsasında nəzarətə ayrılır. Nəzarət həyata keçirilən şəxslərin və idarə edən subyektlərin qarşılıqlı münasibətlərinin strukturu və aşağıdakı dövlət nəzarətinə aiddir. Bura daxildir. Daxili və ya xarici, yəni nəzarət, dövlət nəzarəti, daxili nəzarət, bir də qarşılıq nəzarət bura aid edilir. Maliyyə fəaliyyəti sahələrinə görə büdcə, vergi, valyuta, kredit, sığorta, investisiya və pulun tədavülü nəzarətinə də bölünür. Büdcə nəzarəti subyektlərinə baxanda Azərbaycan Respublikası Nazirlər Kabineti bura daxildir. Azərbaycan Respublikası Hesablama Palatası bura aid edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, büdcə vəsaitlərin sərəncamlığı, icra hakimiyyəti və orqanlarının nəzarət təftiş xidmətləri və bir də Azərbaycan Respublikasının nümayəndə subyektlərinin hakimiyyəti. Sonra valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır. Aparılan valyuta əməliyyatları qüvvətdə olan qanunvericiliyə uyğunluğunu müəyyən etmək. Bura daxildir dövlət qarşısında xarici valyuta üzrə Azərbaycan Respublikasının valyuta bazarında valyutanın satışı vəziyyətini yoxlamaq. İkinci, burada xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq. Dördüncü, valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta ilə əməliyyatlar üzrə uçot və hesabatın tamlığı, obyektivliyini yoxlamaq. Aparılan metodlara görə yoxlama müayinə aparatına nəzarət etmə, təhlil, müşahidə və təftiş hissəsindən bölünür. Tətbiqi formasına görə nəzarət, məcburi nəzarətə, təşəbbüs əsasında aparılan nəzarətə də bölünür. Plan üzrə dördüncü sualımız maliyyə nəzarətini həyata keçirən orqanlar idi. Maliyyə nəzarəti Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aparılır. Maliyyə nəzarəti mühüm tərkib hissəsi olmaqla Dövlət Maliyyə Nəzarəti icra hakimiyyəti orqanlarının nəzarətinə, yəni Maliyyə Nazirliyidir, İqtisadiyyat Nazirliyidir, vergi xidmətidir, Mərkəzi Bank, Hesablama Palatası və sair qanunverici orqanlarının nəzarəti Prezident və yaxud da Milli Məclis məhkəmə hakimiyyəti nəzarətindən ibarətdir. Hesablama Palatasının vəzifəli şəxslərin qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur. Aşkar edilmiş pozuntuluqların aradan qaldırılma səbəbləri və təkliflərini hazırlamaq, dövlət vəsaitlərinin, o cümlədən qaytarılmaqla verilən dövlət vəsaitlərinin səmərəliliyi və xərclənməsinin məqsədə yönlülüyünü qiymətləndirmək, maliyyə ekspertizası, yəni büdcə üçün qəbul edilmiş dövlət qanunlarının maliyyə nəticələrini qiymətləndirmək, dövlət büdcəsinin icrasının gediş haqqında Milli Məclisə müntəzəm olaraq informasiya vermək, dövlət mülkiyyətinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olmalara, onun satışına, idarə edilməsinə nəzarət etmək. Maliyyə Nazirliyi nəzarətin nəticəsi üzrə aşağıdakıları tələb etmək hüququna malikdir.
aşkar edilmiş pozuntuları aradan qaldırmasını tələb etmək, müəssisə və təşkilatlarda vəsaitlərin qeyri-qanuni xərclənməsi faktı olduqda maliyyələşdirməni məhdudlaşdırmaq və dayandırmaq, nəzərdə tutulmuş cərimə qoymaqla öz təyinatına ifadə edilmiş dövlət vəsaitini geri almaq. Azərbaycan Respublikasının dövlət maliyyə nəzarətinin həyata keçirilməsi işinə metodiki rəhbərlik edilməsi, bu sahədə mövcud olan nöqsanları, neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədi ilə mütəmadi tədbirlər görülməsi, qanunvericiliklə müəyyən edilmiş digərləri xidmətin fəaliyyətinin istiqamətləri. Xidmət aşağıdakı vəzifələri həyata keçirir: dövlət büdcəsinin maliyyələşən və dövlət büdcəsindən dotasiya alan təşkilatlarda Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nəzarət tədbirlərini yerinə yetirmək, dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərin əldə edilməsi, xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək və büdcə təşkilatlarının büdcədən kənar əməliyyatlar üzrə vəsaitlərin əldə edilməsi, xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədi ilə nəzarət tədbirlərini həyata keçirir. Dövlət büdcəsi rayon və şəhərlər üzrə yerli gəlir və xərclərin tərtibi və icrası üzrə rayon və şəhər maliyyə idarələrinin üzrə gəlir və xərc smetalaların icrasını təftiş etməyə bölünür. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət əhəmiyyətli və maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama materiallarını hüquqi mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək. Nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulan obyektlərdə uçot və hesabat işləri mövcud qanunvericiliyin tələblərinə sonra nəzarət tədbiri keçirilməsi nəzərdə tutulan obyektlərdə uçot hesabat işləri mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə uçot hesabat işlərinin bərpa edilməsini və sonradan nəzarət tədbirinin həyata keçirilməsi üçün barədə məlumatların yoxlanan obyektə tələb etmək. Nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və bunlar üzərində təqdimatlar vermək. Maliyyə nəzarəti tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsi, maliyyə nəzarəti tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntularını həll etmək, fəaliyyət istiqamətini, uyğun təhlillər və ümumiləşdirmələr aparmaq və təkliflər vermək. Xəzinədarlıq orqanlarına dövlət büdcəsi siyasətini həyata keçirmək, ciddi onlara nəzarət həyata keçirməklə dövlət büdcəsinin icrası prosesini idarə etmək həvalə edilmişdir. Xəzinədarlıqda aşağıdakılar nəzarət edir: dövlət büdcəsinin icrası prosesində onun gəlir və xərclər hissəsinə, bütövlükdə dövlət maliyyəsinin vəziyyətinə, Azərbaycan Respublikasının hökumətinin maliyyə əməliyyatları və büdcə sisteminin fəaliyyəti haqqında hesabatların ali qanunvericilik və icra hakimiyyət orqanlarına görə təqdim edilməsi. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə Azərbaycan Respublikasının daxili və xarici dövlət borclarının vəziyyəti, büdcədən kənar dövlət fondları və onlar arasında onlarla dövlət büdcəsi arasındakı maliyyə münasibətləri də xəzinədarlıq orqanlarının dövlət büdcəsi siyasətinə həvalə edilmişdir.